Dünyanın əsas iki super gücünün liderləri Rusiya prezidenti Vladimir Putin ilə Amerikalı həmkarı Donald Trump arasında Ankara və ya İstanbulda tarixi görüş baş tuta bilər. Qardaş ölkənin Rusiya-Ukrayna savaşını bitirmək şansları kifayət qədər yüksək qiymətləndirilir. Türkiyə, Amerika və Rusiya liderlərinin görüşünə ev sahibliyi eləməyə hazırdır. Gündəm xəbər AP-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Körfəz ölkələrindən qayıdarkən jurnalistlərlə müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə Türkiyə Rusiya-Amerika sammitinin keçirilməsi üçün öz platformasını təklif eləyir. Sülh prosesində Türkiyə və İstanbulun sülh baxışının əhəmiyyəti burada bir daha meydana çıxdı. İstənilən vaxt belə bir görüşə ev sahibliyi eləməyə hazırıq. Kaş görüş Budapeştdə keçirilsəydi. İnanırıq ki, istənilən dialoq bu müharibənin bitməsinə töhfə verəcək. Biz bu fikri lap əvvəldən müdafiə eləmişik. Bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər ikisinin etimadını qazanmışıq. Erdoğan Rusiya və Amerika liderlərinin Budapeştdə təxirə salınan görüşünə və belə bir görüşün Türkiyədə keçirilməsinə mümkünlüyünə münasibət bildirərkən deyib.